İmtahan suallarının çətin olması normaldır. Amma sualların qəliz və çaşdırıcı formada tərtib edilməsi artıq uzun müddətli narazılıq doğurur. İmtahan verənlər deyirlər ki, məqsəd sanki biliyin yoxlanması yox, diqqəti yayındırmaqdır. Hər şey qısa və lakanik olmalıdır və ən əsasda konkretliyə üstünlük verilməlidir. İnsanın məntiqi ilə oynamaq, onun savadını, biliyini ölçmür. Məsələn, mən bir məlumat oxuyuram, bir dərsi oxuyuram, bunu bilirəm, bunun gəlib cavabını verirəm, sual verirsə cavabını verirəm, bu qədər bəsit. Bunu bu qədər çaşdırmaq, uzatmaq, böyütmək yersizdir, yəni. Birbaşa vermək daha doğrudur qarşıdakı şəxsin, tələbənin biliyini ölçməkdən ötəri. Mövzuya münasibət bildirən Elm və Təhsil naziri də bu yanaşmanın dəyişməli olduğunu deyir. Azərbaycanda bir çox fənn mütəxəssisləri, bir çox istər dil, istər tarix sahəsində biz bunu məmlənin işə qəbulunda da görürük və müşahidə edirik ki, sualları yazarkən daha çox qarşısındakı adamı çaşdırmaq məqsədi daşıyır, nəinki onun biliyini ölçmək. Yəni bu dəyişməlidir. Çünki sual insanı görüm çaşdıranda düz cavab verə bilirmi məntiqindən o nəyisə bacarır yoxsa yox funksiyasına malik olmalı. Bu çox vacib məsələdir. Yenə bu qurumların yox, məhz Azərbaycan pedaqogikasında mövcud olan bir problemin dəyişməsidir. Yəni bu daha çox fənn mütəxəssislərinə olan müraciətdir. Təhsil ekspertləri də hesab edirlər ki, bəzi hallarda sualların forması qiymətləndirməyə mənfi təsir göstərir. Müəllimlərin işə qəbul və sertifikasiyası imtahanında buna daha çox rast gəlinir ki, müəllimin çərçivə sənədində olan mövzular çərçivəyə əsaslanmır, standarta əsaslanmır. Məsələn, müəllim, Azərbaycan dili müəllimi hər hansı bir təhlili, məntiqi, yəni mühakimə əsaslanan sual cavablandıracağı halda burada artıq bir mətndə müxtəlif yanaşmalar irəli sürülür və bu bilik bacarığı ölçmür. Bu sadəcə şəxsi çaşdırmaq məqsədi daşıyır. Qanunverici orqanın aidiyyatı komitəsində isə hesab edirlər ki, düzgün namizədin seçilməsi üçün real vəziyyət dərindən araşdırılmalıdır. Sualların çaşdırıcı olması ilə bağlı, əgər burada sırf konkret belə bir məqsəd varsa, təbii ki, bu qəbul edilməzdir. Amma mən düşünmürəm ki, bizim bütün sualların hamısında əsas məqsəd və hədəf budur. Yəni, imtahanın əsas hədəf və məqsədi layiqli namizədlərin seçilməsidir. İrəli sürülən ittihamlara da mütləq bir aydınlıq gətirilməlidir. Müəyyən bir müzakirələr aparılmalıdır ki, bu cəmiyyətdə ümumi aparılan müzakirələrə mənfi təsir göstərməsi. Bəs bu sualları kim hazırlayır? Ola bilər ki, bizim X rayonun X Ucqar kəndində yaşayan müəllim olsun və yaxud da paytaxtda yaşayan müəllim olsun. Onların göndərdikləri suallar əlbəttə müəyyən mövzu ilə bağlı uyğunluq təşkil edirsə, düzgün sual tərtib olunursa, həmin şəxslər dəvət olunur, onlar müvafiq təlimlərdə iştirak edir. Ondan sonra təbii ki, onlar tutaq sual tərtibatçıları siyahısına əlavə olunur. O zaman belə bir sual da ortaya çıxır. Bu sualları hazırlayanlara nəzarət varmı? Rəsmi qurumdan bildirilir ki, suallar bir neçə mərhələdən keçərək yoxlanılır. Buna baxmayaraq mütəxəssislər hesab edirlər ki, mövcud nəzarət mexanizmləri sualların aydın və ölçülə bilən olmasını tam təmin etmir. Çünki suallar sadə, aydın və konkret olarsa, həm qiymətləndirmə daha şəffaf olar, həm də imtahan verənlərin real bilik səviyyəsi ortaya çıxar. Ləman Abbası, Anar Ağazadə, Zamin Novruzov, İTV Xəbər.